Bağışlayan ve mehriban Allah'ın adıyla. Değerli izleyicilerimiz, Hayatın Ekranı 14 TV nefrində mübarək və müqəddəs Ramazan ayına həsr olunmuş İlahi Ziyafət proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz Ramazan və mənəvi yüksəlişdir. Qonağımız isə ilahiyyatçı Hacı Elbrus Kərimovdur. Hacı, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun, mən təşəkkür edirəm ki, dəvət etdiniz. Hacı, mübarək Ramazan ayının günlərini yaşamaqdayıq, mənəvi ab-havada və ibadət və itaət necə deyilə ortamındayıq. Və əlbəttə ki, Ramazan ayı dedikdə bir çox aspektlər nəzərə gəlir. Bu həm ibadətdir, həm orucdur, eləcə də mənəvi təskiyədir. Elə bu mövzu ətrafında istərdik bu gün sizə müzakirə aparaq. Biz bilirik ki, mənəvi təskiyyənin nəticəsində mənəvi yüksəliş baş verir. Amma ümumiyyətlə istərdik mövzuya biraz geniş yanaşaq. İlk sualımız bir müqəddimə xarakterlidir. İslam dinində ümumiyyətlə mənəvi yüksəliş dediyini nə nəzərdə tutulur? Bismillahirrahmanirrahim. Allahümmə salli ala Muhammed və ali Muhammed və accil fərəcəhum. Bir daha təşəkkür edirəm dəvət etdiyiniz üçün. Allah Teala bu ayda tutulan orucları ali dərəcədə qəbul etsin, ibadətləri, zikirləri, gözəl işləri ali dərəcədə qəbul etsin və həmçinin bu ayda da həm də bizə tövsiyə olunan məsələlərdən biri fəqirləri yad etməkdir. Hədislərdə də gəlir ki, Ramazan ayında orucun qərar verilməsinin səbəblərindən biri təbii ki, səbəblərindən biri də budur ki, biz fəqirləri, acların halından xəbərdar olaq. Allah bu ayda fəqirlərə də kömək olsun. Amin. Onların çətinliklərini tezliklə həll etsin. Amin. Bir sözlə Allah bizi özünə qovuştursun. Bəli, müqəddəs Ramazan ayıdır, mənəvi bir aydır, gözəl bir aydır. Ariflərin sevdiyi aylardan biridir. Nə üçün ariflər deyirəm? Çünki ariflər daha gözəl başa düşür ki, bu ayda nələr baş verir, hansı proseslər gedir. Allahın rəhmətini daha çox onlar anlayırlar. Bir məsələni də qeyd edim, bəziləri irad edirlər ki, mübarək Ramazan ayı deməli Allahın rəhmətinin nazil olan ayıdır və irad da bundan ibarətdir ki, bəs yaxşı digər aylarda Allahın rəhməti nazil olunur. Əlbəttə, hər zaman, hər an Allahın rəhməti nazil olur. Amma mübarək Ramazan ayı isə ona görə müqəddəsdir, mübarəkdir ki, o ayda hər kəs Allahın nazil olduğu o mərhəməti, o sevgisini hər kəs tez duya bilər. Onun üçün biz orada deyirik Allahın rəhməti nazil olur. Digər aylarda da nazil olur. Amma bu ayda insan daha çox hiss edə bilər. Yəni, insanın düzəlməsi üçün, insanın hidayət olması üçün ən belə deyim, gözəl bir zəminədir, gözəl bir fürsətdir bu ayda. Bəli, İslam dinində mənəvi yüksəliş deyilən bir şey var, bir anlayış var. Təəssüflər ki, biz bəzən mənəvi yüksəliş yox, maddi yüksəlişə üstünlük veririk. Bəziləri buna üstünlük verir. Pul qazansın, işi olsun, şirkət sahibi olsun və s. Buna yönəlirlər. Və dinimiz də buna qarşı deyil. Maddi yüksəlişin olmalıdır. Yəni, mənim əlimdə yaxşı pul olmalıdır ki, başqasına ehtiyacım olmasın. Bu mənada başqasına ehtiyacım olmasın. Yəni, mən başqasının qarşısında sınmayayım, məsələn. Əksinə, başqalarına kömək edə bilim, özüm başqalarına kömək edim. Bunlar lazımdır, mən bunları inkar etmirəm. Amma Quran-ı Kərimin təliminə əsasən və hədislərimizin təliminə əsasən insan nədə yüksəlməlidir? Ən əsas olaraq mənəviyyatda yüksəlməlidir. Mən bir çıxışımda belə bir söz demişdim. Çox yaxşı bir nöqtədə düşünürəm. Biz bu günləri bizim, belə deyim, maddiyyətimiz, daha doğrusu mənəviyyatımız maddiyyətə xidmət edir. Yəni, biri var ki, maddiyyətin mənəviyyətə xidmət etmək, bir də var ki, mənəviyyətin maddiyyətə xidmət etmək. Nə deməkdir bu? Qəlizləşdirməyim. Sadə dildə deyim. Mənası budur ki, yəni, bugün mənim maddiyyətim var, pulum var, işim yaxşı gedir, hər şey əla gedir və mənim mənəviyyatım bağlı oldu nəyə? Maddiyyətə. Sevinirəm, mənəvi ab-havadayam.
Amma bu gün mən işimi itirsəm, pulumu itirsəm, o bütün mənəvi ab-hava ki var idi, o getdi. Bəli. Aradan getdi. Bəli. Niyə? Çünki mənim buradakı mənəviyyatım maddiyyət məsələsinə bağlı idi. Rifahdan asılı idi. Rifahdan asılı idi. Mən o rifaha görə, o rahatlığa görə mənəvi ab-havada idim. O bəzən belə dostlar olur, görürsən ki, bizlə dostdur. Amma sən bilirsən ki, bunun dostluğu bir yerə qədərdir. Bir dənə onun, o bir dənə söz var ya, quyruğunu tapdalamaq. Onun quyruğunu tapdala. Yəni bir dənə onda bir maddi problem yarat. Gör o sənə qarşı necə çıxacaq. Bəli. Nəsə onda bir problem yaratdın. Onun əlinə o maddi mənafiyə gəlmədiyinə görə başlayır sənə qarşı çıxmağa, hətta səni təhqir edir, səni söyür, sənə qarşı gedir, başqa edir sənin arxanca danışır. Bu da ona görədir ki, bu adamın mənəviyyatı bağlı idi maddi şeylərə. Sən onun maddi istəklərini, rifahını təmin elə, sənlə dost. Sənə mənəvi bir qardaşlıq göstərəcək. Amma o maddiyyət aradan getdikdə, vəssalam, sənlə olacaq düşmən. Bugün biz, əslində bizim maddiyyətimiz mənəviyyata bağlı olmalıdır. Yəni nə mənada? Pulum var, var. Mənəviyyatıma dəxli yoxdur, mənim mənəviyyatım yerimdədir. Pulum yoxdur, yoxdur. Dəxli yoxdur, mənim mənəviyyatım yerimdədir. Yəni mən əslində mənəviyyatım yüksəlmə, mən mənəvi olaraq yüksəlmişəm deyə, indi maddi tərəfdən çətinliyim olsa da mənə heç bir problem yoxdur. Mənim maddiyyətim o qədər əhatəli, daha doğrusu mənəviyyatım o qədər əhatəlidir ki, o qədər mən pozitiviyəm ki, pozitivliyim mənim o mənəvi tərəfdən. Mənim gəlib maddi tərəflərimdə bir problem yaranda o aradan getmir, yerindədir. Yəni ona görə bu günlərin biz mənəvi yüksəlişə, dinimiz də bizə deyir ki, mənəvi yüksəlişə sən diqqət etməlisən. Bunun üçün belə bir imana sahib olmalısan. Din bilir, Allah bilir nə üçün bunu deyir. Çünki bilir ki, bu dünya keşməkeşi bir yoldur, eniş yoxuşlu bir yoldur. Bir gün problemin olar, bir gün olmaz. Sən bunu qəbul etməlisən ki, mənim problemim hər zaman var, hər zaman da olacaq. Bu bir dəfə aradan getməyəcək. Əsas odur ki, mənim mənəviyyatım yüksək bir mənəviyyata sahib olum. O bir dənə belə bir söz var, rast gəlmişdim. Deyir ki, biz başımız problemlərin təqribən məzmunu belədir. Başımız problemlərin həll etməsinə qarışdı. O qədər problemlərin həll etməsinə qarışdı. İstədik ki, problemləri həll edək. Bu problem keçsin aradan getsin. Amma gördük ki, zamanımız keçib, ömrümüz keçib. Yəni demək istəyir ki, problem keçməyəcək, problem gəldi, gedərdi. Sənin başını onunla məşğul edib, mənəviyyatı kənara qoyub, bu sənin zamanını aradan aparacaq. Qocalacaqsan, ölüm yaşına gəlib çatacaqsan, hələ sən problemlər həll edirsən ki, problem nə zaman gedəcək, keçməyəcək. Hətta bir çox hallarda problemin həll olunması da problemə çevrilir əlavə olaraq. Bəli, onun özü problemə çevrilir, bəli. Və sən ömür gəlib keçir, baxsan ki, mən heç bir şey əldə etmədim. İslam dini mənəvi yüksəliş bir adlı şeyi nəzərdə tutur, bir anlayışı nəzərdə tutur. Quran-ı Kərimdə də ayə var. Ayə nə deyir? Əla bi zikrillahi tətməinnul qulub. Agah olun, bilin ki, qəlblər yalnız Allah'a zikr etməklə aram olar. İslam dini mənəvi yüksəliş dedikdə nədir məqsədi? İstəyir ki, biz ruhi olaraq aramlığa çataq. Bəli. İnsan ruhi olaraq necə aramlığa çata bilər? Həyatına Allah qatsa, hər zaman işlərini Allahla görsə, ona görə deyir, zikr etməklə, yəni Allahı xatırlamaqla aram olacaqsın. Sən bunu qəbul etsən də, etməsən də, bu bir həqiqətdir. Bəli. Allah deyir, ona öz ruhumdan üfürdüm. Yəni sən mənim bir parçamsan, məndənsən. Məndənsənsə, mən səni aram edə biləcəm. Sənin aramlığın mənəm. Sən ruhi o qədər bir rahatlığa çatmalısan məni xatırlamaqla. Mənəviyyatın, yəni ruhi olaraq elə yüksəlməlisən ki, məndən aram olmalısan. Həmçinin digər başqa bir ayə, ya əyyətuhən nəfsul mutmainnə irci ilə rabbiki raziyətən mərziyə fədxuli fi ibadi vədxuli cənnətidir. Ey aram olan nəfs. Yəni rahatlıq tapan nəfs. Yəni Allahla sən aram oldun. Yəni mənəvi bir yüksəlişə nail oldun. İndi vəssalam, sən aram oldun. Yəni ey o nəfs, ey o insan ki aramdır. Yəni ey o insan ki Allahın istəklərindən bərabərləşdi. Yəni bunun artıq nəfsi o qədər aramdır ki, bu gəlir istəkləri Allahla bərabərləşir. Yəni Allah bəndəsini istəyin əslində verir. Əmr nədir? Yəni ilahi, mən bir şey istəyirəm, bilmirəm, sən yaxşı bilərsən. Nədir? Allah deyir namaz.
Allah deyir oruc. Ramazan ayı mübarək Ramazan ayı. Oruc əslində nədir? Bizim Allah bizə öz istəklərimizi verir. Bəli. Allah deyir ey aram olan nəfs, aram olmuş nəfs. İndi vaxtı gəlib çatdı. Aram oldunsa vaxtı gəlib çatdı. Dön Rəbbivə tərəf. Bəli. Sən ondan razı, Allah səndən razı olan halda, bu nəfsdən razı olan halda Rəbbivə tərəf dön və deyir ki, mənim bəndələrimin sırasına daxil ol. Bir dənə gözəl bir söz deyir, vadxulu cənnəti, cənnətimə daxil ol. Demir, cənnətə daxil olur. Deyir, cənnətimə daxil ol. Bəli. Yəni, ümumi insanlar üçün cənnət var, biri var ki, mənim cənnətim. Yəni, hara? Sən mənim yanımda olacaqsan. Yəni, mənim yanımda olmaq mənim cənnətim sayılır. İnsan mənəvi yüksəlib aramlıq halında olmalıdır və insanın maddi şeylər heç bir zaman yolundan döndərməməlidir. Və xülasə, bu mübarək Ramazan ayı da nədir? Allah bizə anlatmaq istəyir ki, mənim bəndəm həmin o aya dön Rəbbivə tərəf. Bəli. Bu ay dönüş ayıdır. Bəli. Təşəkkür edirik Sacı. Bəs mənəvi yüksəliş üçün ümumiyyətlə hansı məqamlar nəzərdə tutulub, hansı məqamlar nəzərə alınmalıdır? Bir çox məqamlar var. Yəni, dini mətnlərdə də, hədislərdə, Quran ayələrində gəlib bir çox tərəflər var. Məsələn, ən məşhur mənəvi yüksəliş üçün vacib məqamlardan biri hansı nə deyirlər? Günahdan çəkinmək deyirlər. Bunu mən düz danışmaq istəmirəm. Çünki bu çox danışılıb. Bəli, məlum məsələdir, günahdan çəkinməlisən. Və günahı da izah edəndə insanın günahı necə izah etməlidir? Gəlin günaha haram deyəndə səhv anlaşılır bəzən. Haram dedikdə biraz radikal bir düşüncə kimi görürlər bizi. Yəni haram, yəni Allah istəmirsən bunu edəsən. Niyə? Zərəri var? Heç bir zərəri yoxdur. Sadəcə Allah istəmir. Bəli, hər zaman zərərli və pisliyi olmur haram məsələsi. Bəli, yəni necə olmur? Daha doğrusu olur. Olur. Amma düşünənlər elə bilirlər ki, Allah gəlib bir şey haram deyirsə, o Allahın Allahlığından qaynaqlanır. Yəni diktatorluğundan qaynaqlanır. Belə düşünürlər. Amma Allah deyir ki, mən bəndəm. Əgər bir şey sənə zərər deyilsə, mən onu niyə gəlim sənə haram edeyim? Yəni, sənin həyatını niyə mən puç edim, niyə zəhər marat çevirim sənin həyatını? Mən məqsədim bu deyil. Zərər görürəm orada, ona görə gəlib səni çəkindirirəm. Zərərə görə səni çəkindirirəm. Əmr və qadağa nədir? Əmr budur ki, burada bir xeyri var. Sən o xeyri hesablaya bilmirsən. Allah səni o xeyrə tərəf yönəldir. Qadağa nədir? Burada bir zərər var. Sən onun zərərini görmürsən, Allah görür. Quran nə deyir? Deyir, bir çox şeylər var ki, siz onu xoşlamırsınız, amma o sizə xeyirdir. Və bir çox şeylər var ki, siz onu xoşlayırsınız, amma o şey sizə zərərlidir. Yəni, siz bilmirsiniz, Allah bilir. Allah bunu bilir. Allah bildiyi üçün də gəlir bəzi şeylərdə əmr və qadağalar edir ki, əmrləri olur, qadağalar olur. Bu da bəndəsini sevdiyinə görədir. Bəndəsini düşündüyünə görədir. Ariflərin belə bir sözü var. Deyir, bu yaradılış, bəndənin yaranması Allahın hubbundan, sevgisindən qaynaqlanan bir yaradılışdır. Hədisdə var, hədisi qudsi. Mən gizlin bir xəzinə idim, istədiyim, deməli, tanınım və yaratmaya başladım ki, tanınam. Yəni, bizim yaradılışımız Allahın sevgisindən qaynaqlanır. Allahın eşqindən qaynaqlanır. Belə bir bəndən olacağından biri. Ümumiyyətlə, biz məcazi desəm, Allahın bir övladlarıyıq. Allahın övladı, məcazi deyirəm təbii ki, buna Allahın övladı yoxdur Quran-ı Kərimə əsasən. Allahın övladlarıyıq. Allah necə valideyni öz övladını sevər, sevgisi olur. Allahın da bizə belə bir sevgisi var və valideyn öz övladına nəyisə qadağan edir, nəyisə əmr edirsə, övlad onu başa düşməsin, amma valideyn onun sevgisindən edir. Bəli. Allah sevgisindən bizi nələrdənsə çəkindirir, nələrəsə əmr edir, deyir bu işi gör. Yəni, haram və halalın mənasını bu cür izah etsək, insan üçün məsələ asanlaşar ki, Allahın əslində bizə olan bu tövsiyələri, onun bizə olan sevgisindən qaynaqlanır. Quran-ı Kərim, möhtəşəm bir cümlədir bu. Quran-ı Kərim, bəzən biz bunu deyirik, elə düşünürlər ki, biz romantik bir şey yaratmaq istəyirik, amma əslində romantik bir şey yaratmırıq. Bu həqiqətdir. Quran-ı Kərim sevgi bir mesajıdır. Bir mesajdır, bir məktubdur. Hərə onu fərqli cür oxuya bilir.
fərqli formada oxuya bilər. Mən övladlarıma məktub göndərərəm, ümumi məktub. Övladımın biri açar o məktubu oxuyar, düşünər ki, bunun məktubu, atamın mənə olan məktubu, mənə olan hirsindəndir. O birisi baxar, deyər, atamın mənə olan məktubu öz mənafeyinə görədir. Amma ağıllı övlad açar o məktubu oxuyar, deyər ki, ata, sən nə gözəl məktub yazmısan mənə. Sənə canın qurban olsun. Sənin necə mənə məhəbbətin var, məni düşünürsən, uzaq diyarda olmağına baxmayaraq mənə məktub göndərirsən. İndi Qurani-Kərim nazil olub. Biz baxmalıyıq ki, Qurani-Kərim necə bir ümumiyyətlə məktubdur məktub olmağına. Amma Allahın bizə olan eşqinin təzahürüdür, bizə olan qəzəbinin təzahürüdür. Nədir bu? Qurani-Kərim Allahın bizə olan sevgisinin bir təzahürüdür. Bəli. Allah Qurani-Kərimdə bizə olan sevgisini izhar edir. İndi orada qadağalar varsa, onu oxumaq lazımdır. Onun alt qatına baxmaq lazımdır ki, Allah orada nəyə demək istəyir? Allah orada əslində bir ayna kimi bizə özümüzü göstərir ki, filan işi etsən, bax, nəticəsi bu olacaq. Mənim bəndəm, səni cəzalandıracağım mənası budur ki, yəni sənin bu pis işinin sonu gəlib bu olacaq. Bəli. Bir aynadır Qurani-Kərim. İnsan Qurani-Kərimə bir ilahidən, Allahdan gələn bir məhəbbət, sevgi bir mesajı kimi baxar. Bu cür baxdığı təqdirdə insan Allahla barışar. Yəni, Allahla insanlar arasında barış mövqeyində olmaq lazımdır. Onları barışdırmaq lazımdır. Mən ustadımın bir məsələsini, bir fikrini elə burada da xatırladım. Mərhum Ustad Hacı Şahin Həsənli. Onun üstünlüyü nədə idi? Mən həmişə ona deyirdim, ona danışanda deyirdim və yaxud ümumiyyətlə danışanda dostlarla deyirdim. Deyirdim ki, o insan, bilirsiniz neynədir? O gəldi, Allahla insanlar arasında barış mövqeyində durdu. Bir tərəfdən məcazi deyirəm. Bəli. Allahın əlindən tutdu, bir tərəfdən də onun bəndələrinin əlindən tutdu. Onlar arasında barış mövqeyini sərgilədi. Bir barış elçisi idi, belə deyim. İnsanları Allahla barışdırırdı. Yəni deyirdi ki, ey insanlar, siz Allahın sözünü bu cür başa düşürsünüz və yaxud da bu cür sizə təbliğ ediblər. Amma məsələ o deyil. Allah onu demək istəmir. Allah bizi cəzalandırmaq istəyir. Yox, o cür deyil. Allah sevgisindən bunu deyir. Cəzalandırmaq, yəni sənin pis işinin nəticəsi budur. Sevgisindən sənə gəlir onu deyir. Necə ki, valideyn öz övladına desə ki, filan şey etsən, sənə cəzalandıran mənası budur ki, mənim övladım filan şey etsən, özün özünü cəzalandıracaqsan zaten. Mən bu sözü deməklə səni məcbur o pis cəzadan çəkindirmək. Baxın, biri var, insan pis işi görür. Bu pis işi gördü, nəticəsi pis oldu. Bir də var ki, Allah gəlir səni qorxuzur. Hansı yaxşıdır? Əlbəttə ki, qorxuzsun. Qorxuzmazsa mən gedib daha betərinə düşərəm. Daha betər işə düşərəm. Bu Allahın bizə olan sevgisindən. İndi mərhum Ustad Hacı Şahin neyini o barış mövqeyində dururdu. İnsanlarla barış mövqeyində durmalıyıq. Allahla insanlar arasında barış mövqeyində durmalıyıq və mənəvi yüksəlişin vacib məqamlarından biri həmin bu günahı bu cür izah etməliyik ki, günah deyəndə nə nəzərdə tutulur və bir də sonda bunu qeyd edeyim ki, deyirlər ki, mənəvi yüksəliş üçün ən vacib məqamlar dünyadan qopmaqdır. Peyğəmbərimiz deyir, mutu qablə ən təmutu, ölmədən öncə ölün. Yəni, ölüm gəlib sizə haqlamadan öncə nəfsinizi islah edin ki, ölüm gəlib, həqiqi ölüm gəlib, sizi dünya malından güclə aparmasın, qopartmasın güclə. Özünüzü bir dəfəlik dünyadan qopardın, ürəyinizi, qəlbinizi dünyaya bağlamayın ki, ölüm də gələndə rahat belə deyim, ayrıla biləsiniz, dünyadan ayrıla biləsiniz və deyəsiniz ki, ölüm, xoş gəldin, nə yaxşı sən gəldin, mən səni gözləyirdim. Bəs dünya, zaten mən çoxdan özümü öldürmüşdüm. Yəni, ruhumu islah etmişdim və sənin elə gəlişimi gözləyirdim. Mənə lazım deyildi bu. Mənə dünya lazım deyil, rahat qopa bilirəm. Bəzi insanlar dünyada ölümdən niyə qopur? Peyğəmbərin bu sözünə əməl etməyiblər. Mutu qablə ən təmutu. Ona görə qorxur ki, o öz nəfsini islah eləməyib, öldürməyib. Minnətdarıq sizə verdiyiniz bu açıqlamalara görə. Bir maraqlı məqam ondan ibarətdir ki, biz bilirik ki, Allahın günləri var, əyyamullah və mübarək Ramazan ayının elə mübarək günləri də bu ən üstün günlərdən biridir. Biz mübarək Ramazan ayının
ümumiyyətlə bu ayın özündə mənəvi yüksəliş üçün nə cür şərait yarada bilərik? Ümumiyyətlə nə cür fürsətə çevirə bilərik bu ayı? Ümumiyyətlə qeyd edim ki, bəli, hədislər və Quran ayəsinə əsasən bu ay insanın daha tez Allaha çatması üçün bir fürsətdir. Hətta eşitmisiniz hədisdə ki, Quran oxuyana nə qədər savab verilir. Hətta yatan şəxsin yuxusu ibadətdir. Bəli. Yəni hər şey bir rəhmətə çevrilir bu ay və bu ay fürsətdir ki, insanlar daha tez Allaha çata bilsinlər. Hətta son günündə də belə istifadə etməmisənsə, son günündə belə çalış bu aydan istifadə et, feyzindən istifadə etməyə bacar. Mən bir dənə bir söz deyim. Bu hər aya aiddir, amma bu ayda da xüsusidir. Bu ayı insan mənəvi yüksəliş üçün gözəl bir fürsətə çevirə bilər bir şeylə. Gəlin mən bir dənə bir söz deyim. Mən başa düşdüyüm budur. Mənim oxuduğum dindən bunu başa düşürəm ki, hər şey təfərrüatdır, amma nəyin təfərrüatdır? Nəyin təfərrüatı sayılır? Təvazökarlığın, kiçikliyin. İnsan özünü kiçik bilməlidir. İnsan bu ayda da özünü kiçik bilməlidir. İnsan ümumiyyətlə Allah qarşısında kiçik olduğu kimi onun bəndələrin qarşısında da kiçik olmalıdır, təvazökar olmalıdır. Mən nəyəsə nail oldumsa, özümü kimləsə böyük hesab etməməliyəm. Təəssüf ki, bu günlərin fərq eləmir. Yəni, adi dindar olsun, ruhani olsun, nə bilim, fərq eləmir, kimlər olursa olsun, müəyyən bir şeylərə nail olurlar və görürsən ki, başqalarını başlayırlar kiçik sanmağa, dəyişirlər, onlarda bir dəyişkənlik baş verir. Nə dəyişdin? Nə baş verdi? Sənlə mən dost idik, şirkət sahibi oldun, indi gəlib mənim üzərimdə, güya ki, sən başqa adamsan, bir müdürlüyü get şirkətdə elə. Onu mənim üzərimdə nə edirsən? Biz bir yerdə böyümüşük. Yəni, hansısa bir məqama nail olmaq, o demək deyil ki, qarşındakını kiçik bilməsən. Kimsən axı qarşındakını kiçik bilirsən? Sən Allah qarşısında kiçiksən. Üstəlik də sən heç bilmirsən ki, bu insanlardan əzəmətlisən, böyüksən yoxsa, üstünsən yoxsa yox. O qədər insanlar olub, özlərini üstün deyib, axırda gəlib, axırda Fironun kimi olub. Firon nə deyirdi? Ənə rabbukumul ə'la. Mən sizin böyük əzəmət sahibi olan Allahınızam. Ənə rabbukumul ə'la. Sizin böyük Rəbbinizəm. Bunu Firon deyirdi. Firon özünü hər kəsdən üstün bilirdi. Bizim içimizdə təvazökarlığına əks olan bir Fironluq olmamalıdır. Bəli. Bu olduğu təqdirdə sonumuz nə olacaq? Heç bir mənəvi yüksəliş olmayacaq. Heç bir Ramazan ayının o feyzini, o rəhmətini, Allahın rəhmətini hiss edə bilməyəcəyik. Yəni, bunların heç birinə nail ola bilməyəcəyik. İnsan təvazökar olduğu halda Allah onu sevər və cəmiyyət də onu sevər. Hər kəsə qarşı təvazökar olmalısan. Səhv etmirəmsə, Hafiz Şirazinin bir şeiridir. Hafiz Şirazinin də səhv etmirəmsə, gözəl bir söz var. Deyir, ta fəzlu əql bini, bi mərifət nişini. Yek nöqtəət bequyəm, xudra məbinki rəsti. Deyir, özündə bir fəzilət, bir üstünlük, özündə bir, özünü ağıllı, özündə bir ağıl görmə. Yəni, özünü ağıllı hesab etmə. Özündə bir fəzilət, üstünlük görmə, özünü başqasından üstün görmə. Deyir, bunu gördüyün təqdirdə, özünü başqasından üstün gördüyün təqdirdə, özünü ağıllı hesab etdiyin təqdirdə bimərifət nişini. Yəni, mənası nədir? Mərifətsizsən sən, mərifətsizlərlə oturub durursan. Yəni, mərifətsiz haldasın sən. Mərifətsiz halda oturub durmursan. Və yaxud da mərifətsizlərlə oturub durursan. Yəni, sənin heç bir bilgin yoxdur, heç bir şeyin yoxdur. Deyir ki, sənə bir nöqtəni deyim, özünü görmə. Özünü görmə ki, inkişaf edəsən, təkamül edəsən, doğrusulardan olasan. Özündə bir damcı fəzilət gördün, özündə bir damcı bir ağıllılıq gördün, o demək ki, sən mərifətsizsən, sənin mərifətin yoxdur və həm də nədir? Sənin bir inkişafın olmayacaq, təkamül olmayacaq. Bu ay fürsətdir və bu ayda insan təvazökar olmaqla, özünü kiçik bilməklə Allahın mərhəmətini duya bilər və özü üçün bir fürsətə çevirə bilər, yaxşı bir fürsətə çevirə bilər. Minnətdarıq sizə Hacı. Bəs ümumi götürsək bir xülasə kimi, müqəddəs Ramazan ayı öz-özlüyündə insana hansı mənəvi yüksəlişi vəd verir? Bu da demək olar ki, çoxdur, çox vədlər var. İnsan təkamül edə bilər, mənəvi bir
gözəl hala sahib ola bilər. Amma gəlin hədislərə əsasən qeyd edək ki, bu ay Allahın insana verdiyi vəd nədir? Hədisi qudsidə gəlib. Allah deyir ki, oruç tutanın mükafatını mən özüm verəcəm. Yaxud bəzən belə tərcümə olunur, oruç tutanın mükafatı mən özümə. Bundan gözəl nə ola bilər? Bu sözü neçə cür izah edirlər. Oruç tutanın mükafatını mən özüm verəcəm. Bəziləri deyirlər ki, oruç tutanın mükafatını mən özüm verəcəm. Elə mənası budur. Yəni, kim oruç tutarsa Allah ona bir mükafat verəcək. Evet. Amma burada bir irad gəlir. O iradlardan da biri budur ki, xüsusi nə oldu ki? Yəni, güya ki, cihad edən, həccə gedən, namaz qılan, onun mükafatını kim verir ki? Allah verir. Onu da Allah verir də. Yəni, bu hədisi xüsusi olaraq nəyə təqdim edirsən ki, oruç tutanın mükafatını mən özüm verəcəm. Bildikdə başqa kim verməlidir ki? Onsuz da başqa şeylərin də mükafatını sən verirsən. Bəli. Bu hədisin nə xüsusi bir şey oldu? Bəziləri deyirlər ki, bu hədisin mənası bu deyil ki, Allah mükafatı Allah özü verəcək. Bəziləri deyirlər, əslində bu hədisin də orada qrammatik bəzi təhlillər gedir. Deyirlər ki, əslində mənası budur ki, onsuz da zaten hər bir şey mükafatını Allah verir. Oruc olsun, həcc olsun, cihad olsun, ziyarət olsun, fərq eləmir. Allah mübarək Ramazan ayında tutulan oruc üçün demək istəyir ki, bu ayda oruc tutanın mükafatı mən özümə. Özüm olacam. Onun mükafatı mənə. Mükafat mən özüməm nə deməkdir? İndəllah. Allahın yanında olmaq. Hədisdə gəlir ki, deyilir ki, bəzi insanlar cənnətə düşər. Onlar yeyib içməkdən ləzzət alarlar. Cənnətin yeyib içməyindən. Amma bəziləri var ki, onlar bilsin nədən ləzzət alarlar. Onlar deyir, bir hədisi, bir kəlami, Allah deyir, onlar mənimlə ünsiyyətdən ləzzət alarlar. Onların mükafatı mənimlə ünsiyyətdə olmaqdır. Bəli. Yəni, sən cənnətin özü Allah demək deyil, cənnətdə olmaq, bəli, orada Allah bizə bəzi şeylər verəcək, amma bəzi insanlar ona baxmayacaq, Allaha tərəf gedəcək. Orada Allahla olacaqlar. Başqa bir hədisdə də qeyd edilir ki, Allahın elə bir cənnəti var ki, orada yeyib içmək filan bu kimi şeylər yoxdur. Orada nə var? Orada ancaq Allah var. Bəli. Ancaq Allahın özü var. Başqa bir hədisi də qeyd olunur ki, mən xülasə deyirəm də, deyir, təqvalı insanlar dünyasını dəyişdikdən sonra, bunu məcazi deyilir təbii ki, deyir, onlar öldükdən sonra, mələklər onlara Allah tərəf aparmaq istəyəndə, onlar mələyin əlindən surətlə çıxarlar. Əlbəttə, yenə deyirəm, bu məcazdır, bəli, əlbəttə. Mələklərin əlindən surətlə çıxarlar, surətlə Allahın yanına qaçarlar. Qaçırlar Allaha tərəf. Allahı görərlər. Allah ondan başlayır danışmağa. Allah deyər ki, mənim bəndəm, ürəyin nə vaxt istədi, gəl mənim yanıma. Yəni, sənə azadsın. Deməli, bu onu göstərir ki, yəni cənnət əslində Allah demək deyil. Bəzi bəndələr Allahın yanında olacaq. Orada deyir ki, Allah deyir ki, yəni sən istədiyin vaxt mənim yanıma gəl. Və Allah deyər ki, and içər, deyər ki, həqiqətən də sən dünyada olarkən cisimdə olsan da ruhun mənimlə idi. Yəni sən mənə tərəf gəlirdin. Belə bir bəndələr var. Həqiqətən. Allah da gəlir mübarək Ramazan ayında işarə eləyir. Deyir, bəzilərinin mükafatını mən verərəm, bəzilərinin mükafatı mən özümə. Oruç tutanın mükafatı mən özümə. İnsan mükafat olaraq Allahı istəyərsə, Allah onun mükafatı olarsa, onun zəngin bir insan olar. Onun qəlbi, onun mənəviyyatı zəngin olar. Ona görə də bu ayda Allahın insana vəd etdiyi çox şeylər var, savab var, cənnət var, nə istəyirsən var da vəd eləyir. Amma ən üstün vəd deyir ki, mənim bəndəm, mənim özüməm. Mənim özüməm. Və Allahdan istəyək ki, bu ayda sənə ant verirəm Peyğəmbər və əhl-i beytimin hörmətinə, sənə ant verirəm bu ayın şəhid olanına, Həzrət Əli əleyhissalamın hörmətinə, bizə qiyamətdə mükafat olaraq özü ver. Başqa bir şey yox. Təşəkkür edirik sizə, Hacı. Çox maraqlı nöqtələri toxundunuz. Bir sadəcə maraqlı məqam var ki, bu Ramazan ayında mənəvi yüksəliş, siz bayaq bir fikir qeyd etdiniz ki,
insan istəsə bu ayda, yəni kimliyindən asılı olmayaraq Ramazan ayını duya bilər ki, bu Ramazan ayındadır. Bu ayda mənəvi yüksəlişdən təkcə ibadət əhli faydalana bilir, yoxsa qeyri-ibadət əhli də faydalana bilər? Gözəl bir sualdır. Mənim başa düşdüyüm, düşünürəm ki, belədir ki, bu ayda hər kəs feyiz apara bilər, hər kəs faydalana bilər, duya bilər. Amma hərənin mərhələsi fərqlidir. Əlbəttə. Mərhələsi fərqlidir. Yəni, belə deməyək də, məncə, belə yanaşma doğru deyil. Biri namaz qılmır, ibadət eləmir, Ramazan ayından məhrumdur. Özünü məhrum eləyə bilər. Baxın, insanın iradəsindən asılıdır. Bəli. Özünü məhrum eləyə bilər. Ramazan ayında biri gedir içki içir, biri gedir bütün gün içki içir. Ramazan ayını, yəni onun üçün mübarək Ramazan ayından digər ayların heç bir fərqi yoxdur. Bunu bəli, deyə bilərik ki, bu nə feyz apardı ki, bu nə faydalandı. İbadət əhli də istisna deyil. O özünü məhrum eləyə bilər. Təkəbbür, digər mənfi xüsusiyyətlərlə. Bu, yəni iradə olaraq, digər olaraq hamı bunu eləyə bilər. Amma gəlin belə deyək də, bizim nə qədər tanışlarımız var, qohumlarımız var. Namaz qılmırlar, oruç tuturlar. Bəli. Bu adamın yəni bir ehtiramı var, bir inancı var. Özü inandırım sizə, o adamları, mən tanıyıram nə qədər elə insanları, o adamların bu işi gör. Məsələn, sual verirsən ki, sən oruç tutursan, çox gözəl, ibadət etmirsən, bu həvəs səndə hardandır? Nə həvəsin var? Onsuz ibadət eləmirsən, namaz qılmırsan. Amma bu adam, sən gərək sözən eləyəsən, deyəsən ki, bunu arıqlamaq üçün eləyir. Amma belə deyil də, başa dönmür. Yəni, arıqlamaq üçün, hamı arıqlamaq üçün eləmir də, qurban sənə. Bəs bu nə üçün eləyir? Bu mübarək Ramazan ayında oruç tutmaqda bir aramlıq, bir gözəllik görüb. Bəli. Bir rahatlıq görüb. Mən tanıyıram, namaz qılmır. Deyirəm, niyə oruç tutursan? Maraqlı gəlir. Deyirəm, bir sual soruşuram. Deyir, çox rahat oluram. Axşamı ki, iftar eləyirəm, Ramazan ayından sonra elə biləm təmizlənirəm. Yəni, mən necə deyim ki, bu adam ibadət eləmir, namaz qılmır, amma Ramazan ayının feyzindən məhrumdur. Axı, təcrübə bunu göstərmir. Bəli. Mən bunu deyə bilmərəm. Bəli, ibadət eləməklə, namaz qılmaqla, oruç tutmaqla, günahdan çəkinməklə bu insan daha kamil şəkildə Allahın mərhəmətini hiss eləyə bilər. Bəli. Mərhəmətini hiss eləyə bilər. Amma biri də indi gəlib çaşdı, günah elədi, dərhal radikal yanaşıb deməyək ki, sən kafirsən, nə bilim, sən Ramazan ayına ehtiramsızlıq eləyirsən, sən pis iş gördün və salam. Yəni, radikal yanaşmaya ehtiyac yox. Bəli. Təəssüf ki, bəzən belə yanaşılır. Ona görə də bu ayda, bəli, hər kəs hiss eləyə bilər. Dərəcəsi fərqlidir. Hər kəs o gözəlliyi hiss eləyə bilər. Necə ki, dediyim kimi, namaz qılmır, amma oruç tutmaqla onda bir rahatlıq gəlir. Bunu hiss edir. Ən azından sayır. Bəli, ehtiram göstərir. Namaz qılandır. Amma bir dənə bir şey var ki, ümumi olaraq qeyd edək ki, istər namaz qılan olsun, namaz qılmayan olsun, elə adam var ki, bunun üçün Ramazan ayından, digər ayından fərqi yoxdur. Heç maraqlı da deyil. Sizin dediyiniz kimi, burada artıq istər namaz qılan olsun, olmasın, ibadət edən olsun, olmasın. Bəzən hər kəs də özünü, hər kəs də məhrum eləyə bilir özünü bu şeylərdən. Məhrum edə bilir. Çox təşəkkür edirik sizə Hacı. Çox maraqlı məqamlara toxundunuz. Çox incə nöqtələr açıqladınız. İnanırıq ki, müqəddəs Ramazan ayının bu mübarək günlərində tamaşaçılarımız üçün də çox fayda olacaq və özləri üçün elə bu günlərin feyzinin daha çox artmasına və mənəvi yüksəliş yolunda çox kömək olacaq. Dəvətimizi qəbul edib gəldiyinizə görə sizə bir daha minnətdarlığımızı bildiririk. Mən də çox təşəkkür edirəm dəvət etdiyiniz üçün. Allah oruz ibadətlərinizi qəbul etsin. Və kanal rəhbərliyinə öz minnətdarlığımı bildirirəm ki, hər dəfə belə çağırır, gözəl mövzularla bizi dəvət edir və gözəl bir veriliş keçir. Təşəkkür edirəm. Minnətdarıq sizə. Dəyərli izləyicilərimiz, siz İlahi Ziyafət proqramını izləyirdiniz. Mütəal Allah Ramazan ayının bu mübarək günlərində hər birimizə Ramazan ayının feyzini dadmağı, bu ayın bərəkətindən nəsiblənməyi və eləcə də mənəvi yüksəlişə nail olmaq nəsib etsin. Növbəti buraxılışlardayıq. Allah amanında.